Məncə belə olmamaq. Allah böyükdür. Bundan cəzası veriləcək inşallah. Ailəniz 3 uşaqla harda yaşayırsınız eviniz? Qohum əqrəbidir. Quranam da olsun. Bizi bazın yılı qoymuşam uşaqlar. Buradan arxada. Bu daxılı küçük bir şey orada. Nə zaman kim orada yaşayacaq? Buradan köçürdüm ya. Burada bir dənə otaq düzəldirdim. Hər şey hazır bir dənə dedim. Zavabiyətə kim? Arxa otaq düzəltmişdim. Köçüm orada tutuyor. Yaşayın yavaş yavaş düzəldirdim. Elə vurub dağıdıblar ki, buna da pulum yoxdur. Kredite götürmüşdünüz. Əsnə. Anamı salmışam. Dəxlən gəldim, mən kasıb oğlana, mən pulum zadım yoxdur. Pul istəyirsinizsə, məndə pul yox. Mən bilirəm ki, bunun hamısı pul verir. Bu arada da verir qardaş, mən 3 dənə uşağım var. Mən dolana bilirim. Bir də otaq tutarıb köçür. Bununla belə, başa sökürdüğün qoşunu yığırdırsa da, bu Stokolda gətir. Eğer bir Stokol, söç saxlamana saxlayan pulum döyülmez. Söç qırşan, o qırşan gördüyün bu bak, bir qırşan, bir dənə oğlan mənə kömələnmir. Həm təki, Rəbbimiz anla olsun deyirəm, həm tək. Bu qırşan ki, mən təm tək yığmışam, ev uçub qırşa qalıb yerində. Bir dənə baxarsınız. Ev uçub yox, qırşa yerində. Hamısını post qaykayla elə yığmışam. 1 milli çöp töküm. İşlənmiş qapı qoymuşam, köhnə pəncərə qoymuşam. Pulum olsaydı yəqin, romanı açdırərdi, onu eləyərdi. Bu daşları öz əllərinizlə yığmışsınız. Bir dənə usta tapmamışam ben. Köməkçi elə bu yer belə, yayın isti vaxtında heç kim buranı hörmür. İstedi şu işlem. O yayın cırabırında mən burada konteyner işləm. Buradan belirləyəm. Burada birlikləri yaşayayım. Onu da imkan verir. Hətta biraz zaboru təkin ərazinin nə edin təkin. Kötüm orada yaşayayım. Yavaş yavaş iş olacaq. Üst ayaqda işləyəcəyəm, düzələcək. Hamı Səma babamda yaşayayım. Elə günə qoymuşsan bu küləyin içində burada da yaşayayım. Elə tutan oldu, bırağma oldu. Bu kışa qalar mı? Vallahi billahi bunlar ne? Adam zaborsuz.